Salam əziz şagirdlər, mən FES Akademinin Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bu gün sizlərlə riyaziyyatdan sınağa düşmüş sualların həllinə baxacağıq. İlk növbədə birinci sualımız aşağıdakılardan hansı 4-ə qalıqsız bölünür? Biz bilirik ki, 4-ə qalıqsız bölünmə əlaməti necə idi? Ədədin son 2 rəqəmi, son 2 rəqəmlərini götürürəm. 4-ə qalıqsız bölünürsə, həmin ədəd 4-ə bölünür. 34, 45, 56, 67 hansı 4-ə bölünəcək? 34 qalıqla 2 qalıq qalır. 44 qalıqla bölünür, 1 qalıq qalır. 56 tam bölünəcək və burada 14 olur. 67 isə qalıqla qalacaq. Deməli, doğru cavab oldu C variantı. Sonra keçirik 12-ci sual və 13-cü suallara. 12-ci sual nədən ibarətdir? Bölən 8, natamam qismət 7 və qalıq 6 olarsa bölünəni tapın. Biz bilirik ki, bölən, bura yazırıq qismət və qalıq. İndi deyir, bölən 8-dir, qismət 7 və qalıq 6-dır. Bölünəndə x-dir. Bölünəni tapmaq üçün biz qaydamız var ki, böləni tamam qismətə vururuq, üzərinə də qalığı gəlirik. 8 dəfə 7 56, üzərinə də 6 gələndə 62, cavab D variantı. İndi gəlirik əkob tapmağa. Əkobun tapılma qaydası necə idi? Ədədlər sadə vuruqlarına ayrılırdı. İstər böyük, istər kiçik hər hansı bir ədədi götürürdünüz vuruq kimi və həmin götürdüyümüz vuruğun ədədin içərisində sadə vuruqlara ayrışında hansı ədəd yoxdursa, iştirak etmirsə, onu yazırdıq, vururduq, hasilini tapırdıq. Lakin biz bunu sadə vuruqlarına ayırmadan da yaza bilərik. 24 ilə 60-dan ortaq vuruq mən məsələn çıxarda bilərəm də, yəni kənara. 24 ilə 60-dan mən az-az məsələn sizə rahat olsun deyə, məsələn, birinci 6-yı çıxardıram. Əkob neçə qalır burada? Əkob qalacaq, məsələn, 12-yi də çıxarda bilərdi. İndi mən bir qısa-qısa çıxardım, sizə daha asan gəlsin. Burada qalacaq 4 ilə neçə qalacaqdı? 10. Buradan yenidən 2-yi çıxartsam, 2-yi çıxsa qarşıdakı 6-ya vurur 12 olacaq. Əkob yerdə qaldı 2 ilə 5. Tutardı ki, 2, 5 qarşılıqlı sadə ədədlər olduğuna görə, qarşılıqlı sadə ədədlərin əkobu verilmiş ədədlərin hasilinə bərabərdir. Yəni, bunu əkob 2, 5-i tapsaq, bu 10-u verir. Qarşıdakı 12-yi də 10-a vursaq, bu da eləyir 120. Cavab olacaq C variantı. Daha sonra keçirik növbəti sualımıza. Növbəti sual bizə verilir 14 və 15-ci sual. Yenə əkoba aid olan bir sualdır. Hər iki bölmə sualları da əkoba aiddir. Deyir, əkob 2x, 3x bərabərdir əbob 45 ilə 100-ə. Mən birinci bu ifadədən, burada əslində deyəsən əkob olmalı idi. Bunu dəyişməliyik. Aha. Əkob 45 100-dür. Biz buradan əkobu tapırıq. Əkob 45 100 nəyə bərabər olacaq uşaqlar? Buradan tapırıq. 45-i sadə vuruqlarına ayırırıq. Edir 3. 100-ü bölürük sadə vuruqlarına. İndi bunun əkobunu tapmaq üçün nə idi? İndi baxırıq. Bunları sadə vuruqlarına ayırdıq. İndi biz yazmalıyıq. Bunların əkobunu tapmalıyıq. Əkobunu taparkən təbii ki də biz buradan nə edəcəyik? Birinci 100-ü götürürəm. 100 vurulsun. 100-ün içərisində nə yoxdur? 3 yoxdur. Bu 3 də yoxdur. Amma 5 var. Yəni 9 yoxdur. Bu da 900 edir. Deməli bu ifadə, bax silirəm, yazıram bura 900. Yəni bu ifadənin yerinə yazacağam 900. Olacaq 900. Yəni əkob, buradan da x-i mötərizə xaricinə çıxartsam, əkob 2000 ilə 3 bərabərdir 900. Əkob 2, 3 qarşılıqlı sadə ədəd olduğuna görə, bunlar əkobu onların hasilidir. 6x bərabərdir 900, x da bərabər olacaq neçəyə? 150. Oldu cavab D variantı. Keçirik növbəti suala. Bizdən də x-i soruşurdu. Oldu 150. 15-ci sualda isə bizdə deyilir ki, A və B natural ədədlərdir və deyir ki, 9A 4B olarsa, əkob biz bilirik ki, A-nın yerinə gətirib burada 4K, B-nin də yerinə 9K yaza bilərik. Gətirib əkobla əbobun yerinə eyni ifadələri yazsam, olacaq necə? Bax, yuxarıdan yazıram. Əkob 4K, 9K çıxaq, 2 vurulsun əbob, 4K və 9K. Bərabərdir 238-ə. Sonra baxırıq, buradan K-ları mötərizə xaricinə çıxartsaq, əkob 4, 9 qalır. 2, burada da biz nəyi çıxardacaq? Yenə K-ları çıxardırıq. 2K, əbob 4, 9 qaldı.
bərabərdir 238-ə. İndi biz burada baxırıq ki, 4, 9 qarşılıqlı sadə ədəd. Qarşılıqlı sadə ədədin əkubu onların hasilidir. 36K çıxılsın. Qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir. Bu 1-dirsə 2K qalır burada sadəcə. Bərabərdir 238-ə. 36K-dan 2K çıxanda 34K bərabərdir 238 qalır. İndi K-nı tapmaq üçün isə 238 34-ə bölü 7. K 7-dir. İndi bizdən B çıxaq A-yı. Biz demişik A 4K idi axı. 4-ü vururam 7-yə 28. B də 9 vuraq 7 edər 63. İndi 63-dən də 28-i çıxaram. Bu da edər neçə? 35. Cavab B variantı. Keçirik növbəti sualımıza. Növbəti sual bu şəkildə bizə verilib. Məxrəci 12 olan neçə düzgün kəsir var? Biz bilirik ki, düzgün kəsir surəti məxrəcindən kiçik olan kəsirlərdir. Məxrəci 12-dirsə, surəti 10, maksimum 11-ə qədər. 12-də 1-dən 12-də 11-ə qədər 11 dənə kəsir var. Düzgün kəsirdən söhbət gedir. Sonra bizə 17 tipli sual düşüb ki, 3 tam %56, 3 tam dövrə qədər 5 və 6, dövrdə 6, 3 tam dövrdə 56 ədədlərini müqayisə edin. Mən tez A-nı belə yazaram ki, 3 tam %56 arxası 0-dır. Yəni bunu. B-ni yazaram 3, 5, dövrdə 6-lardır. C-ni də belə yazaram 3, dövrdə 56, 56. Bax bu şəkildə. Mən indi bunları müqayisə edərəm. Görürəm ki, burada elə kiçik yağdır. Çünki baxın, tamlar eynidir, 5-lər eynidir, amma 6-lar eynidir. 6-dan sonra A-da 0 gedir, amma digərlərində 6, 5, 6 gedir. Deməli, A ən kiçikdir. Bu tapıldı. Sonra isə yazmalıyıq necə? A kiçikdirsə, B ilə indi C müqayisə edək, görək hansı böyükdür. Baxın, burada belə baxılır ki, 5, 5 bərabərdir, 6, 6 bərabər. Amma burada 6 böyükdür 5-dən. Deməli, B də böyük olacaq nədən? C-dən. Bu şəkildə yazsaq, deməli, B böyükdür C-dən. C də böyükdür A-dan. Yəni, B böyükdür C. O da B variantı. B hamısından böyükdür. Sadəcə biz, bunu indi siz bəzi şagirdlər kəsrə də çevirsəz, biraz çətin olacaq. Kəsrə çevirməkdənsə, ən əsası, elə olduğu kimi müqayisə etməyi daha üstün tutun. Kəsrin surətini, bax yeni 18-ci sualımız, kəsrin surətini 4 dəfə artırıb, məxrəcini 2 dəfə azaltsaq, kəsir necə dəyişər? Kəsir istəyirsiniz rəqəm qoyun, istəyirsiniz hərf x, y-dən istifadə edin. Mən A bölünsün B yazıram, kəsirim budur. Surətini 4 dəfə artırsam 4A olur, məxrəcini isə 2 dəfə azaltsam B bölək 2. Təbii ki də bu 2 surətə qalxacaq, olacaq 8A bölək B. Əvvəl A bölək B idi, indi 8A bölək B-dir. Elə belə baxanda görür ki, 8 dəfə artıb. Amma biz bunu daha dərindən bilmək üçün tapdığımız ədədi 8A bölək B-yi birinci ədədə bölürük. Neçə dəfə biz nisbət anlayışı keçdik ki, bir ədədin digər ədəddən neçə dəfə çox və ya az olduğunu tapmaq üçün ədədi bir-birinə bölmək, yəni nisbətini tapmalıyıq. Biz də nisbəti bilirik ki, birinci ədəd olduğu kimi qalır, ikinci tərsinə çevrilir. Burada A-lar ixtisar, B-lər ixtisar gedir, qaldı 8. Əgər cavabım sadəcə kəsirsiz 8 şəklindədirsə, deməli 8 dəfə artıb. Cavab əgər 8-də 1 alsaydı, 8 dəfə azalacaqdı. Sonra keçirik növbəti suala. 19 və 20-ci, yəni son suallarımızdır. Növbəti sual budur ki, Ramin 376 səhifəli kitabını oxumuşdur. Neçə səhifə oxumamışdır? Çox sadə. 376-nın biz tapırıq nəyini? 4də 1 hissəsini. 4də 1 deyəndə, yəni 4də bunu, 4də 1 hissəsini tapmaq üçün 376-yı 4də bölüb 1-ə vurmalıyam. 4də böləndə də bu deyəcək 94. İndi deyir ki, nə qədərini oxumayıb? 376-dan da çıxaram 94-ünü. Bu da neçə edəcək? 2. 17-dən də çıxanda 8, 282-sini də oxumayıb. Növbəti sualımız isə gəlir hansına? 20-ci suala. 20-ci sualda söhbət nədən gedir? Deyir ki, 45-də 15 ədədini onluq kəsir şəklində yaz. 45-də 15. Mən bunu 3-ə ixtisar aparsam 15-də, daha doğrusu 15-ə ixtisar aparaq, çünki 15-ə ixtisar gedir. Burada qalacaq 15-ə aparsaq 3, burada da 1. 1-i 3-ə bölək, gəlin kənarda bölək. 1-i 3-ə böldüm. 0 tam. Bura 0 düşür. Onun içində 3 dəfə 9, yenə 1. 1-in içində yoxdur, 3 dəfə. Onun içində yenə 9, yenə 3, yenə 1-in içində, onun içində 9. Baxıram ki, 3 dövr eləyir. Deməli, bunun cavabı 0 dövrdə 3. Cavab da B variantı.
Uşaqlar, yəqin ki, sualımız sizə aydın oldu. Nə qaranlıq qaldısa, suallarınızı rəy bölmələrində yazmağı unutmayın. Oldu uşaqlar, çox sağ olun. Hələlik.